Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylini aldadan iş adamı həbs edilib. Qafqaz İnfo bu barədə məlumat verib. 41 yaşlı Elnur Səmədov küllü miqdarda dələduzluqda təqsirli bilinib. Bu iş üzrə bir neçə zərər çəkmiş var. Səmədovun aldatdığı şəxslərdən biri də Yusif Qədimbəyllidir. Təqsirləndirilən şəxs Qədimbəylliyə Azərbaycanın müxtəlif rayonlarında yerləşən, daha doğrusu yetişən mövsümi meyvələrin alınıb Rusiyada satılması və əldə olunacaq gəlirin bölünməsinə dair yalan vəd verib. Qədimbəylli isə təklifi cəlbedici sayaraq ona 489 min manat pul verib. Elnurun pulu alıb iş görə bilməməsindən sonra Qədimbəylli ondan şikayət edib. İstintaq vaxtı cinayət işi üzrə başqa zərər çəkmişlər də ortaya çıxıb. O, Qədimbəyllidən başqa yalan vədlə ayrı-ayrı şəxslərdən ümumilikdə 723 min manat pul alıb. Səmədov uzun illər müxtəlif biznes fəaliyyəti ilə məşğul olub. Zərər çəkmiş şəxsləri də bir-birinin vasitəsilə tanıyıb. O, məhkəmədə özünü təqsirli bilsə də bəzi epizodlarla razılaşmayıb. Verilmiş ittiham məhkəmə araşdırması ilə təsdiqini tapıb. Hökmə əsasən Elnur Səmədova 8 il 6 ay həbs cəzası verilib. Həmçinin Yusif Qədimbəylli və digər zərər çəkmişlərin dəymiş ziyanının ödənilməsi ilə bağlı mülki iddiaları təmin edilib. Cinayət işinin istintaqı Abşeron rayon polis idarəsində aparılıb.